Salam hər kəsə. Gəlin bugün bir yerdə okeanın ən böyük sirlərindən birini, yəni onun duzluluğunun səbəbini araşdıraq. Heç fikirləşmisiniz, okean suyunu, məsələn, krandan axan sudan bu qədər fərqli edən nədir? Əlbəttə ki, cavab elə duzun özündə gizlənib. Yaxşı, gəlin onda mövzunun dərinliyinə enək. İlk növbədə bu okean duzluluğu dediyimiz şey ümumiyyətlə nədir? Gəlin əsaslarından başlayaq. Çox sadə dildə desək, duzluluq 1 litr suda nə qədər duz həll olunduğunu göstərir. Amma bilirsiniz, bu təkcə bizim mətbəxdə istifadə etdiyimiz o ayda-xörək duzu deyil o. Bu natrium xlorid, maqnezium kimi bir çox fərqli elementin qarşığıdır. Elə okean suyuna o acı şor dadı verən də məhz budur. Və budur bizim əsas rəqəmimiz, 35 promilli. Bax bu, bütün dünya okeanları üçün orta göstəricidir. Yaxşı, bəs bu qəribə işarə, o faizə oxşayan, amma altında 2 nöqtəsi olan işarə, yəni promilli, nə anlama gəlir? Əslində çox sadədir. Promilli mində bir hissə deməkdir. Gəlin belə təsəvvür edək. Götürürsünüz 1 litrlik su qabını, içinə düz 35 qram duz töküb qarışdırırsınız. Və salam, bax bu 35 promilli duzluluq deməkdir. Gördünüz, heç də çətin deyilmiş. İndi ki promillini başa düşdük, gəlin duzluluğun reseptinə baxaq. Bu, sanki bir-biri ilə daim mübarizə aparan iki qüvvənin hekayəsidir. Gözünüzün önünə bir tərəzi gətirin. Tərəzinin bir gözünə yağıntılar, çaylar, əriyən buzlaqlar kimi şirin su mənbələri su tökür və duzluluğu aşağı salır. O biri gözündə isə buxarlanma var. Günəş suyu buxarlandırır, amma duzlar qalır. Bu da duzluluğu artırır. Bax, bütün okeanların duzluluq səviyyəsi məhz bu iki qüvvə arasındakı həssas tarazlıqdan asılıdır. Yaxşı, bu nəzəriyyədir. Bəs reallıqda bu resept necə işləyir? Gəlin birlikdə qlobal duzluluq turuna çıxaq və hər şeyi öz gözümüzlə görək. Baxın, bu xəritə dünya okeanının səth duzluluğunu göstərir, rənglərə diqqət edin. Tündləşdikcə deməli su daha duzludur. Açıq rənglər isə daha az duzlu, yəni şirin suya yaxın ərazilərdir. O gördüyünüz ağ xətlər isə izoqalinlərdir. Onlar eyni duzluluq səviyyəsinə malik nöqtələri birləşdirir. Gəlin turumuza xəritədəki o tünd göy rəngli zonalardan, yəni tropiklərdən başlayaq. Təsəvvür edin, burada günəş sanki od əliyir. Buxarlanma həddindən artıq güclüdür. Nə olur? Su buxarlanıb gedir, amma bütün duz geridə qalır. Nəticə, duzluluq 37 promilliyə qədər qalxır. İndi isə diqqətimizi ekvator boyunca uzanan o daha açıq zolağa yönəldək. Bura tropiklərin tam əksidir. Burada o qədər güclü və daimi yağışlar yağır ki, okeana dayanmadan şirin su əlavə olunur. Bu da duzluluğu seyrəldir və təxminən 34-35 promilliyaya, yəni orta səviyyəyə indirir. Və son olaraq, gəlin qütblərə yaxın o solğun, açıq rəngli ərazilərə nəzər salaq. Burada nə baş verir? Əlbəttə ki, əriyən buzlaqlar və aysberglər. Onlar okeana tonlarla, hətta milyonlarla ton şirin su buraxır. Bu da təbii olaraq duzluluğu 32-33 promilliyə qədər aşağı salır. Gördüyünüz kimi, bizim o sadə reseptimiz bütün dünyada mükəmməl işləyir. Amma bilirsiniz, bəzi dənizlər var ki, onlar bu oyunu tamamilə başqa səviyyədə oynayırlar. Onlar bu qaydaları sanki ifrat həddə çatdırıblar. Hazır olun, indi duzluluğun əsl rekordçuları ilə tanış olacağıq. Sadəcə bu qrafikə bir baxın. Fərq inanılmazdır. Ortada bizim tanıdığımız 35 promillilik orta okean səviyyəsi var. Sağda isə Qırmızı dəniz, tam 42 promilli. Solda isə Baltik dənizi, cəmi 11 promilli. Bu, demək olar ki, şirin sudur. Aradakı fərq həqiqətən də adamı heyrətə gətirir. Yaxşı, bəs Qırmızı dənizi bu qədər duzlu edən nədir? Bu əslində mükəmməl bir fırtınadır. Bir neçə amilin bir araya gəlməsidir. Birincisi, dəhşətli buxarlanmanın olduğu tropiklərdədir. İkincisi, demək olar ki, heç yağış yağmır. Və üçüncüsü, bəlkə də ən vacibi, ona şirin su gətirən heç bir böyük çay axmır. Bütün şirin su mənbələri kəsilib, ancaq buxarlanma davam edir. İndi isə gələk spektrun o bir ucuna, şirin su çempionu Baltik dənizinə. Burada vəziyyət 180 dərəcə fərqlidir. Birincisi, sərin iqlimdə yerləşir, yəni buxarlanma çox azdır. İkincisi, ətrafdakı onlarla çay dayanmadan ona şirin su daşıyır. Eyni hekayəni biz Qara dəniz 18 promilli və Azov dənizində də 12 promilli görürük. Yaxşı, bütün bu səyahətdən sonra gəldiyimiz əsas nəticə nə oldu? Gəlin öyrəndiklərimizi bir cümlə ilə ümumiləşdirək.
Ən əsas yadda saxlamalı olduğumuz şey budur. Okeanın duzluluğu daşdan yazılmış bir qayda deyil. Bu, daimi hərəkətdə olan bir şeydir. Okeana daxil olan şirin su ilə ondan buxarlanan saf su arasında gedən həssas bir rəqs, dinamik bir tarazlıqdır. Bəs onda sizi kiçik bir beyin fırtınası ilə tək buraxıram. Bir anlıq düşünün. Əlinizdə 15 promilli duzluluğu olan 1 litr dəniz suyu var. Siz bu suyun tam yarısını buxarlandırdınız. Sual budur. Yerdə qalan suyun yeni duzluluğu neçə promilli olar? Bu sualın cavabı əslində bugün danışdığımız bütün mövzunun açarıdır. Bir düşünün.